İran İslam Respublikasında yaranan böhranlı vəziyyətlə bağlı ölkə ərazisindən çıxa bilməyən əcnəbi vətəndaşlar öz ölkələrinə müraciət ediblər. Azərbaycan tərəfi dövlət səviyyəsində yardım istəyən ölkələrin vətəndaşlarını təhlükəsiz şəkildə ölkəmizə təxliyə olunmasını öz üzərinə götürüb. Ötən 4 gün ərzində Astara dövlət sərhədindən buraxılış məntəqəsindən MDB ölkələrindən böyük sayda Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan vətəndaşları, eləcə də qismən Amerika, İspaniya, Portuqaliya, Finlandiya, Filippin vətəndaşları təxliyə olunublar. Təxliyə olunanlar arasında diplomatik korpusların nümayəndələri və ailə üzvləri, həmçinin İranda müxtəlif sahələrdə çalışan şəxslər olub. Ən böyük qrup şəklində isə İranda bir ay ərzində film çəkilişi aparan Rusiya Federasiyasının incəsənət ustaları olub. Növbəti günlərdə də təxliyə yüksək səviyyədə həyata keçirilir. Təxliyə olunanlar arasında əslən Azərbaycanlı olan, anası Şimali Azərbaycandan, atası Cənubi Azərbaycanın Ərdəbil vilayətindən olan İtaliya vətəndaşı xalçaçı alim Tahir Sepahi də olub. O öz ailəsi ilə birlikdə ölkəmizə təşrif edib. Tahir Sepahi ölkəmizin çətin duruma düşdüyünə görə onlara humanitar dəhliz açan Azərbaycan hökumətinə və təxliyə zamanı göstərilən səmimi münasibətə görə minnətdarlığını bildirdi. Azərbaycan gül bir yerdir, gül bir yerdir. Anamın mənim vətənimdir. Əvvəlminci vətənim buradır, sonradan İrandır, sonradan məlumatlar ötürü İtaliyadır. Çünki İtaliyada mən böyümüşəm. Burada da çox gözəl cavanlar doğrudan çox məhəbbətli, çox gözəl, çox təşəkkür və iftixarımsız. Hamımız iftixar. Mən burada qalacağım, bir neçə gün qalacağım, sonradan gələk qayıdam. İtaliya işim vardı. Görüm İranda əgər hərsadır, əgər təkmil olsa gələk qayıdacağım. İrana işim vardı. Neçə dənə konferansım vardı, onlara gələk məktub ya kitab yazmışam, ora gəlmişəm. Qeyd edək ki, ölkəmizə təxliyə olunan hər bir kəs rahat şəkildə gömrük prosedurlarından keçdikdən sonra çay süfrəsinə dəvət olunurlar. Səhhətində problem ola biləcək şəxslərə yerindəcə təcili tibbi yardım göstərmək məqsədi ilə ambulans heyəti ilə birlikdə hazır vəziyyətdə gözləyir. Xarici ölkə vətəndaşları rahat avtobuslarla hava limanına yola salınır.